Deyirlər, musiqi ruhun qidasıdır. Yaratmaq, təsviri sənət, musiqi isə hər ruha nəsib olmur. Biz bugün Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindəyik. Bu mərkəzdə elə gənclərlə tanış olduq ki, onlar öz ruhlarının zənginliyini bizə ötürə bildilər. Gəlin onları birlikdə tanıyaq. Gəlişimiz elə İnklüziv Mərkəzin musiqi bölməsində Novruz bayramı tədbirinə hazırlığa təsadüf etdi. Bu mərkəzin İnklüziv bölməsinin musiqi hissəsində təkcə uşaqlara dərs deyilmir, həmçinin müxtəlif tədbirlərə də hazırlıq görünür. Gəlin istedadlı gənclərin ifasını birlikdə eşidək. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə gələndən bəri mənim həyatımda çox dəyişikliklər oldu. Burada böyük səhnələr aldım və almaqda da davam edirəm inşallah. Allah dövlətimiz var eləsin ki, bizim üçün belə bir şərait yaradıb. Çox dəyişikliklər oldu mənim üçün, özümə dostlar qazandım. Həm sənətimi inkişaf elətdirirəm. Yəni mənim üçün hər baxımdan gözəl bir şeydir yəni. Mən əslində 9 yaşımdan bu yana musiqi sahəsindəyəm. Sadəcə bura gələndən sonra həyatımda tamam böyük bir dəyişikliklər oldu. Yəni bizim gözəl xalq artistimiz Tevfik müəllimdən təhsil alıram. Yəni o başqa bir təsir bağışlayır. Yəni inanmayacağımız bir şəkildə oldu. İnklüzivə gəlməmişdən qabaq həyatım hara, indiki həyatım hara. Çox fərq var. Çox gözəl, xoşbəxtəm ki, bura gəlmişəm vallahi həqiqətən. Çünki burada dostlar tanımışam. Yəni gözəl insanlar tanımışam. Yəni bu məncə ən gözəl dəyişiklikdir. Mən sənə qurbanacım. Ay Laçın, can Laçın, mən sənə qurbanacım. Ağamirova Rəvanə, 2005-ci ildə anadan olmuşam. Mən burada özümü çox xoşbəxt hiss edirəm. Çox yəni dostlar qazandım. Bacarıqlarımı inkişaf elətdirdim. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi mənə çox gözəl, çox yaxşı təsirlər bağışladı. Burada həm öz vokal istiqamətində bacarıqlarımı inkişaf etdirdim. Bu bacarıqları inkişaf etdirməklə yanaşı yeni dostlar tanıdım və onların içində bacarıqlarımı göstərdim. Mən yarımı sevirəm, şirin şirin dilinə. Ay Laçın, can Laçın, mən sənə qurban.
mahnı mənə çox uğur gətirdi. Həqiqətən də mənim sevilməyimə və tanınmağıma, Azərbaycanda dünya içində tanınmağıma səbəb oldu. Dost inklüzivdə mənim Ay Laçın mahnıma, yəni Ay Laçın ifama bir klip çəkilmişdi və bu klip yayımlanandan sonra məni tanıtdı, sevdirdi. Yəni bununla belə Gənclər Günündə mən prezident mükafatına layiq görüldüm. Dövlətimiz sağ olsun ki, bizim kimi fərqli özəl uşaqlara, özəl gənclərə belə dəyər verir. Bu mərkəzə gəlməyimlə yanaşı mən qabiliyyət imtahanına verdim və musiqi nəzəriyyəsi imtahanı verdim və orada yüksək bal topladım. Konservatoriyaya qəbul oldum. Və yəni bu uğurların ard-arda gəlməsi, yəni həqiqətən də məni çox xoşbəxt etdi. Mənim üzərimdə əziyyət çəkən bütün müəllimlərə çox təşəkkürümü bildirirəm. Yarda